ABC düzbucaqlı üçbucağında BY tənböləni AC tərəfini 3 olan AY və Y-si 5 olan hissələrə ayırır. BY tənbölənin uzunluğunu tap. Tənbölənin uzunluğuna 1x desəm, tənbölənin xassəsinə əsasən AB 3-ə mütənasib olmalıdır, yəni 3K. BC də 5-ə mütənasib olmalıdır, yəni 5K yaza bilərəm. Məşhur Pifaqor üçlüklərindən 3K, 4K, 5K şəklində getdikdə və yaxud da bunu xatırlamırsınızsa 5K-nın kvadratı bərabər olmalıdır 3K-nın kvadratı üstə gəlinsin 3 ilə 5-in cəmi 8, 8-in kvadratı. Buradan alarıq ki 25K-nın kvadratı bərabərdir 9K-nın kvadratı üstə gəl 64. 25K-nın kvadratından 9K-nın kvadratını çıxsaq 16K-nın kvadratı bərabərdir 64. K-nın kvadratı bərabərdir 4 və K da bərabərdir 2 alarıq. K 2-yə bərabərdirsə onda 5 buradan elə bu kiçik üçbucaqda da Pifaqor teoremi tətbiq edə bilərik. Və ya tənbölənin öz xassəsinə əsasən x-in kvadratı bərabər olmalıdır. AB-nin BC-yə hasili, yəni AB vurulsun BC, çıxılsın AY vur Y-si. Ya bu şərti, yəni tənbölənin öz düsturunu, ya da Pifaqor teoremi sadəcə bir şəkildə Pifaqor teoremi tətbiq edə bilərsiniz. Pifaqorla yazsaq, BY-nin kvadratı bərabər olmalıdır. Biz K-nı 2 tapdıq deyə 3K 6-ya bərabər olur onda. 6-nın kvadratı üstə gəlinsin 3-ün kvadratı. Çünki AY də 3-dür. Bərabərdir. 36 üstə gəlinsin 9. Bərabər olur 45. Deməli, BY də bərabərdir. Kök altda 45. Kök altda 45-i də 9 vur 5 kimi yazsaq, buradan 3 alınır. Çıxır kökün altından 5 də qalır. 3 kök altda 5. Deməli, BY-nin uzunluğu 3 kök altda 5 olur.